Salam, axşamınız xeyir olsun. Günaz TV'yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Qərbi Azərbaycan əyalətində 4 İsrail casusu həbs edildi. Nərgiz Məhəmmədi Tehrana köçürüldü. İran Təbriz Universitetinin gənc istedadını edam etdi. 35 milyon insan su çatışmazlığı ilə üz-üzədir. Yaponiya İran müharibəsindən sonra Azərbaycandan ilk xam neft partiyasını alacaq. İndi isə daha ətraflı. İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları Qərbi Azərbaycan əyalətində əməliyyat keçiriblər. Bu barədə hökumət mediası məlumat yayıb. Əməliyyat nəticəsində İsrail xüsusi xidmət orqanı olan Mossad'a bağlı olduğu iddia edilən 4 nəfərdən ibarət casus şəbəkəsinin üzvlərinin həbs edildiyi bildirilib. Əməliyyat zamanı bir nəfər həlak olub. Bununla yanaşı Kirman və Əlbirz əyalətlərində də oxşar əməliyyatların keçirildiyi qeyd olunub. Saxlanılan və öldürülən şəxslərin kimliyi barədə açıqlama verilməyib. Zəncan həbsxanasında saxlanan və bir neçə xəstəlikdən, o cümlədən ürək çatışmazlığından əziyyət çəkən hüquq müdafiəçisi və Nobel sülh mükafatı laureatı Nərgiz Məhəmmədi vəziyyətinin kəskinləşməsindən sonra Tehrana köçürülüb. Bu barədə onun vəkili Mustafa Nili məlumat yayıb. Çoxsaylı xəstəliklər səbəbindən Zəncan həbsxanasından xəstəxanasına köçürülən siyasi məhbus bugün həbs cəzası təxirə salınaraq tibbi məzuniyyətə göndərilib deyə vəkil bildirib. Bundan əvvəl Zəncan həbsxanasının həkimləri Məhəmmədinin tibbi məzuniyyətə göndərilməsi və xəstəxanada müalicə olunması barədə rəy versələr də İran məhkəməsi bununla razılaşmamışdı. Beynəlxalq İnsan Hüquqları təşkilatları və bəzi qərb dövlətlərinin Məhəmmədinin vəziyyəti ilə bağlı bəyanat və çağırışlarından, həmçinin hüquq müdafiəçisinin xəstəliyinin şiddətlənməsindən sonra onun xəstəxanaya köçürülməsinə razılıq verilib. Qeyd edək ki, Nərgiz Məhəmmədi son dəfə ötən il dekabrın 12-sində ofisində ölü tapılan vəkil Xosrov Ali Kürdinin xatirəsinə məşəddə təşkil edilən mərasimdə bir neçə digər fəalla birlikdə həbs edilib. İranın paytaxtı Tehran şəhərində müharibəyə görə ikisi qadın olmaqla daha 3 nəfər həbs edilib. Bu barədə yerli media məlumat yayıb. Onların düşmən şəbəkəsi ilə əməkdaşlıq etmək və məlumat göndərməkdə ittiham olunduqları bildirilib. Saxlanılanlar hərbi qüvvələrin və yerlərin yardım və xilas etmə əməliyyatlarının, nəzarət məntəqələrinin və digər dövlət qurumlarının yerləşdiyi ərazilərinin şəkillərini düşmən şəbəkələrinə göndəriblər deyə məlumatda qeyd olunub. Onların kimliyi barədə açıqlama verilməyib. İran hakimiyyəti bazar ertəsi səhər İrfan Şakurzadə adlı gənc və istedadlı universitet məzununu casusluq ittihamı ilə edam edib. Bu hadisə İranda gənclərə, tələbələrə və elmi kadrlara qarşı sistemli təzyiqlərlə bağlı narahatlıqları bir daha artırıb. 1997-ci il təvəllüdlü İrfan Şəkürzadə Təbriz Universitetinin Elektrik Mühəndisliyi fakültəsinin məzunu idi. O, yüksək nəticə göstərərək Tehran Elm və Sənaye Universitetində aerokosmik mühəndislik, PEK texnologiyaları ixtisası üzrə təhsilini davam etdirmiş və seçilən tələbələrdən biri kimi tanınmışdı. İran məhkəmə sisteminə bağlı Mizan News Agency iddia edib ki, İrfan Şəkürzadə ABŞ və İsrail üçün birgə casusluq fəaliyyətində iştirak edib və məxfi elmi məlumatların ötürülməsində rol oynayıb. Bununla belə hüquq müdafiəçiləri bildirirlər ki, o 2025-ci ilin yanvar ayında Sepah kəşfiyyatı tərəfindən saxlanılıb və təxminən 9 ay təkidamlıq kamerada işgəncə və ağır təzyiq altında məcburi etiraf verməyə məcbur edilib. Məlumatlara görə İrfan Şəkürzadə PEK test proqramları və PEK-lərin mövqe idarə etməsi sahəsində elmi fəaliyyət göstərirdi. Onun magistr işi atmosfer sürüklənməsindən istifadə etməklə PEK sistemlərinin nisbi mövqe nəzarəti mövzusunda olub. Bu gənc istedadın edamı İran hakimiyyətinin son aylarda müxaliflərə, etirazçılara və ixtisaslı gənclərə qarşı başlatdığı geniş repressiya dalğasının davamı kimi qiymətləndirilir. Davam edirik. Güneyli rejissor Məhəmməd Əli Muradi Urmu gölünün son durumu ilə bağlı paylaşım edib. O, bu barədə özünün sosial media hesabında yazıb. Müharibə və internetin kəsilməsindən keçən müddət ərzində ilk paylaşımını edən Əli Muradi yazıb. Uzun zamandan sonra dünyaya salam. Halımız hələ də tam yaxşı deyil. Savaşın ardından çox ağır və acı günlər yaşadıq. Amma bütün bu qaranlığın içində bir yaxşı xəbər var. Yağışların nəticəsində Urmu gölü yenidən canlanmağa başlayıb. Son həftələr intensiv yağıntılardan sonra Urmu gölündə mövcud olan su miqdarı 3 milyard 500 milyon kubmetrə çatıb və bu ötən ilin eyni dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur. Xatırladaq ki, sahəsinə görə Urmu gölü
gölünün maksimum su həcmi 30 milyard kub metr, orta su həcmi isə 15 milyard kub metr olmalıdır. İranın su sənayesi üzrə sözçüsü İsa Bazoqzadə bildirib ki, ölkədə təxminən 35 milyon insan su çatışmazlığı yaşayır. O, su anbarlarında ehtiyatların yaxşılaşmasına baxmayaraq, suya qənaətin hələ də zəruri olduğunu vurğulayıb. Bozorqzadə İranın rütbəli dövrə daxil olması ilə bağlı iddiaları rədd edərək deyib ki, ölkə üzrə yağıntı səviyyəsi normaya yaxın olub və uzun müddətli orta göstəricidən cəmi təxminən 2% yüksəkdir. O bildirib ki, Tehran, Qəzvin, Əlbörz, Semnan, Qum, Yezd, Mərkəzi və İsfahan olmaqla 11 əyalətdə yağıntıların normadan aşağı səviyyədə qalır və ən çox zərər çəkən bölgələrdən biri də Tehrandır. Bozorqzadənin sözlərinə görə su idarəçiliyi yerli səviyyədə həyata keçirilməlidir. Çünki bir əyalətdə güclü yağışların yağması digər böyük şəhərlərdəki su çatışmazlığı problemini həll etmir. Xəbərlərimiz davam edir. ABŞ hərbçiləri İranın dəniz blokadası başlayandan bəri 60-dan çox ticarət gəmisinin istiqamətini dəyişdirib, 4 gəmi isə vurulub. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. 20-dən çox ABŞ gəmisi İrana qarşı blokadanı tətbiq edir. CENTCOM qüvvələri 61 kommersiya gəmisini istiqamətləndirib və tabe olmayan 4 gəmini sıradan çıxarıb deyə bildirilib. CENTCOM İran limanlarına gedən bütün gəmilərin, eləcə də sahillərini tərk etməyə çalışan gəmilərin hərəkətini bloklamaq niyyətində olduğunu açıqlayıb. Azərbaycan xam neftini daşıyan tanker yaxın günlərdə Yaponiyaya çatacaq. Bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyindən bildirilib. Azərbaycan xam neftini daşıyan tanker ən tez çərşənbə axşamı limana çata bilər deyə Nazirliyin bugünkü məlumatında deyilir. Məlumata görə bu, fevral ayında İran müharibəsi başlayandan bəri Mərkəzi Asiyadan Yaponiyaya göndərilən ilk neft partiyası olacaq. Qeyd edək ki, müharibədən əvvəl Yaponiya xam neft ehtiyacının təxminən 95%-ni yaxın şərqdən təmin edirdi. Lakin İranın Hörmüz boğazında tanker hərəkətini məhdudlaşdırması bu tədarük zəncirini ciddi şəkildə pozub və ölkəni alternativ mənbələr axtarmağa məcbur edib. Yaponiya ölkədəki neft tələbini qarşılamaq üçün bundan öncə Amerika və sanksiyadan azad olunan Rusiya şirkətlərinə də müraciət etmişdi. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.